Çox maraqlı bir mövzuya toxunmaq istəyirəm. Gördüyünüz kimi ölkəmizin hər yerdə, paytaxtımızın hər bir bölgəsində tikinti və inşaat işləri davam edir. Maraqlı bir məqam var. Bu məqamı istəyirəm hər kəs bir düşünsün. Əgər bu məntiqi kimsə kəşf edə bilsə, kimsə bu məntiqsizliyin içində olan bu məntiqi tapa bilsə, mən sizi inandırıram, siz milyonluq bir cavabın sahibisiniz. Yəni təbrik edə bilərsiniz özünüzü. İlk məsələ nədən ibarətdir? Gördüyünüz kimi bax bina. Baxın, bütün şəhərin dörd bir tərəfi yeni binalarla əhatə olunub. Lakin çox maraqlı bir məqam var burada. Fikir verin binalarımıza. Yəni estetik binalardan Flame Tower falan, yəni 3 alov gülləsindən başqa, demək olar ki 98% binaların hamısı adi üsulla, yəni qeyri-adi olmadan bir forma ilə tikilir. Yəni bax bu binanın və yaxud o binanın barmağımı hansı binaya uzatsam, bütün binaların hamısı eyni konsepsiya, yəni eyni material sərfiyyatı ilə həyata keçirilir. Lakin bunun içərisində bir məqam var ki, bunu hamımız bilirik, hamımız hiss edirik, amma bir kimsə bunu izah edə bilmir. Yəni, anormal qiymət qalxışından söhbət gedir. Yerli bazarda qum bizdə, çınqıl bizdə, atsep bizdə, şeben bizdə, sement bizdə, armatur özümüzdə, Baku Steel Company. Kərpicdir, içəri divarları hörmək üçün kərpiclər, bunlar da bizdədir. Betondur, özümüzdə. Və ən bahalı binaların üzlük daşı Aqlay, bu da yerli istehsal. Şpaklyovkasıdır, bu da özümüzdə. Hətta deyərdim ki, plastik geydirmə qapı pəncərələr də bizdə. Bunun dəmiri də bizim özümüzdədir. Yerli istehsal. Maraqlısı isə bundan ibarətdir ki, bu binanın tikintisində istifadə olunacaq bütün inşaat materialları yerli istehsal olaraq, yəni özümüzdə olaraq bu binanın qiyməti necə qalxa bilər? O Flame Tower istiqamətində olan binanın bir kvadratı 5000 manatdan başlaya bilər. Ağşəhər layihəsinin özündə bir mənzilin qiyməti 3000-dən başlayır, digərinki 4000-dən başlayır. Bu necə ola bilər? Ola bilər ki, bazarda bu inşaat materiallarının qiyməti 2-3%, maksimum 5% qalxdığı halda 3 ayın içində binanın katlavanından binanın üstünə kimi qiymət aşağı, yuxarı 50% dəyişir. Yəni, katlavandan bu bir mənzili 850 manata, 900 manata, 1000 manata almaq olardısa, artıq 5-ci mərtəbədə onun qiyməti 1400-1500 manata aşağı düşmür. Bu necə olur? Bütün şəhər üzrə tikilən binaların hamısı vahid bir mərkəzdən nəzarət olunur. Yəni, keyfiyyətə, materiala, hamısına dövlət nəzarəti ola-ola. Necə ola bilər ki, o binanın qiymətinin 2500-dən başlayır, bu binanın qiyməti 4200-dən başlayır. Anormallıq. Necə ola bilər ki, adi bir kərpicin qiyməti keçən ildən bu ilə kimi 6% qalxıbsa, bu kərpicdən istifadə olunan binalarda evin qiyməti aşağı, yuxarı 35-40% qalxdı. Əgər bizim binaları xaricdən gəlsəydi, deyərdim, bəli, logistika haqqı var, binanın daşınma haqqı var, şirkətin marağı var, gömrük haqqı var və s. bu kimi haqlar var, ona görə qiymət qalxır. Yerli istehsal, yerli inşaat materialları, hər şey yerli ola-ola necə ola bilər ki, qiymətlər qalxır və hər il bu qiymət qalxır. Demək olar ki, 6-7 aydan bir burada bu günləri alacağım bu qiymət sabahları o deyil. Təmirdən danışmıram. Bu günlərin matasıdır, sementidir, bu günlərin şpaklyovkasıdır, bu günlərin bütün inşaat materialı, hətta binanın fasadına vurulan emulsiya belə hamısı bizim yerli istehsaldır. Hətta bu azmış kimi Azərbaycanda ən ucuz usta işi və fəhlə işi hardadır? Elə həmən bu binalarda. Və ən bahalı qiymətlər hardadır? Elə həmən bu binalarda. Maraqlı bir sual ortaya çıxır ki, yerli istehsalla, yerli materiallarla inşa olunan bu binalarda nə üçün qiymətlər günü-gündən qalxmaqdadır? Nə üçün 10 nəfərdən 7-si özünə ev ala bilmir? Bütün bu anormallığın fonunda kredit və bank təşkilatları çox da gözəl qazanırlar. Hər bir valideyn öz övladı üçün ev almaq arzusundadır. Heç olmasa bir otaqlı olsa belə. Amma qiymətlər ot tutub yanır. Niyə? Gəzdiyim bu beton, bax mənə əhatə edən bütün bu beton, bax bu dəqiqə mənim əhatəmdə hər şey Azərbaycan istehsalıdır. Az qala Azərbaycanın hər bir bölgəsində bir beton zavodu var. Hər bir bölgəsində. Bu betonu hazırlamaq üçün qumudur, çınqılıdır, atsepidir, sementidir, hamısı yerli maldır. Alçıvan, bu da bizim özümüzündür, yerli istehsaldır, Gilandır. Yovka, Astar, Dirək, Ağdağ, hamısı yerli istehsaldır. Hətta bu lapatkanın, bax bu sapsız lapatkanın bu dəmiri belə yerli istehsaldır. Deyim, bu kərpic belə yerli istehsaldır. Elektrika malları, sex mallarıdır. Hamısı yerli istehsaldır. Yaxşısı da var, pisi de var. Dəyərli izləyəcəyimiz bütün bunların fonunda, bütün inşaat materialları, bax bu Bakı şəhərində tikilən bütün binalarda olan inşaat materialları hamısı yerli, amma qiymətlər Avropa qiymətləri. Dəyərli izləyəcəyimiz, gözlərim axtarır ki, nəsə bir yerli bir şey görməyim də, yəni matası olsun, heç olmasa yerli olmasın. Görürsünüz, hamısı yerlidir. Hətta bu usta fəhlə, burada işləyən usta fəhlə belə yerli sıra biçir. Yəni bu da yerlidir.
Gördüyümüz materialların hamısı yerli, amma qiymətlər Avropa.